Xəzər dənizində xilas etmə işləri həyata keçirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə DSİ-xanın sahil mühafizəsi Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilas etmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir. Oktyabr ayının 31-də saat 15:35-də sahil mühafizəsinin Astara Sahil Nəzarəti Şöbəsinin Kərədəhnə Sahil Nəzarəti bölməsi ilə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində 3 nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub. Təxirə salınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan tufan tipli sərhəd gəmisi müəyyən edilmiş koordinatorlar üzrə dərhal hərəkətə keçmiş və operativ şəkildə hadisə yerinə çatıb. Keçirilmiş axtarış xilas etmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan Respublikası vətəndaşları Astara rayon sakinləri 1980-ci il təvəllüdlü Ağabalayev Rohit Murtuzoğlu, 1985-ci il təvəllüdlü Həsənov Namiq Xan Hüseynoğlu və 1974-cü il təvəllüdlü Həsənov Arif Sürətoğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.